şəhid valideynləri, ataları, anaları, əzizləri, əziz Sabirabadlılar. Hər ilin sentyabr ayının 27-si Prezidentin 20-ci ilin dekabr ayının 2-sində verdiyi sərəncama uyğun olaraq anım günü kimi qeyd olunur və bütün Azərbaycanlılar kimi, Azərbaycan vətəndaşları kimi biz Sabirabadlılarla anım gününü qeyd edirik. Bu il kadr edilmesi belədir. Kadr edilmesi. Allah'ın dərgahına qovuşmağından 5 il geçir. Bugünkü gün hər birimizin hafizəsindədir. Bu 44 gün müharibənin, eləcə də Atal terror əməliyyatı şəhidlərimizin əbədi xatirəsini yad eləmək üçün, onun unudulmasının qarşısını almaq üçün, ictimaiyyətə nümayiş elətdirmək üçün Cənab Prezidentin 20-ci ilin dekabr ayının 3-də verdiyi sərəncamla Vətən Müharibəsi Memorial kompleksinin və eləcə də Zəfər Muzeyinin yaradılması ilə bağlı tələblər görülməsi tapşırığı verilmişdir. Və bilirsiniz ki, 8 noyabr küçəsində 10 hektar ərazidə həm muzeyin, həm də eyni zamanda bizim şəhidlərimizin anılması üçün memorial kompleksi tikilmişdir. Və biz unutqanlığa yol verməli deyilik. Hər ilin nəinki sentyabr ayının 27-sini, eləcə də Zəfər günü 8 noyabrı qeyd eləməliyik. Hər gün biz şəhidlərimizin, eləcə də qazilərimizin, eləcə də müharibə iştirakçılarımızın şücaətini, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bizim balalarımızın Allahın əmanəti olan canlarından keçməyini bizim unutmağa nə haqqımız var, nə ixtiyarımız var. Mən həmişə demişəm, sizin qarşısında da deyirəm, mənim üçün ürəyimdən gələn sözdür, ən müqəddəs yer bizim şəhidlərimizin məzarıdır, onların uyduğu torpaq. Mən oradan müqəddəs yer bir arzumla özümüzün Dədəbaba, Qərbi Azərbaycanlı torpaqlarımıza qayıtmaq, o torpaqları ziyarət eləmək, necə Qarabağımıza gedib ziyarət edirik və oradan gələnlərin də 100 minlərlə insanların ürəyində olan nisgini də inşallah Allah ürəklərimizdən çıxardar və biz də gedib öz Dədəbaba yurtlarımızı ziyarət ederiz. Kimin də nə söz olsa, görüşdən sonra, bəlkə də Mədəniyyət Sarayından sonra mən yenə də qulluğunuzdayam, hazıram. Bilirsiniz ki, hüquq mühafizə orqanlarının rəhbərləri də, rayonda üzlü olan insanların hər biri də necə diqqətinə, necə qayğı ilə şəhid valideynlərinə yanaşır, necə qayğı diqqətinə, həssaslığına bunların qaldırdığı məsələlərə münasibət bildirir. Elə məsələlər var ki, mən qeyd edədiyim kimi ola bilər. Ürəkdən keçən həllini tapmasın, ancaq maksimum çalışılır. Beləsi özü səmimiyyətlə çalışılır, var güclə çalışılır. İstər rayon prokurorluğunda, istər rayon polis şöbəsində, istər Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsində, istər rayon məhkəməsində hər bir məsələ biləsiniz ki, orada rəhbərlərin, ətrafındakilərin diqqəti. Müharibə iştirakçısı olur. Eyni zamanda 62 qazimiz var. 1436-da cəmən müharibədə iştirak edən, xüsusən müharibə ilə bağlı insanlara qayğı diqqət göstərir və biz də öz tərəfimizdən o qayğı diqqəti göstərməliyik. Biz neynəsək belə? Yenə də o bizim şəhid valideynlərinin ürəyindəki o riskini, ürəyindəki o yaranı onların qəlbindən, ürəyindən çıxartmaq gücündə deyilik. Ancaq bu insanlar görəndə, və yaxud da qazilərimizlə eyni qaydada 62 qazi Sabirabad rayonundan var və neynəsək belə o yaranı sağalda bilməsək də, ancaq onlara qarşı diqqət, qayğı, mən düşünürəm ki, onların yaralarından bəyan edən məlhəmdir. Və maksimum da buna çalışılır və düşünürəm ki, çalışılacaq və hamı bir yerdə, bir o fikir cəmliyi ilə işimizi davam elətdirməliyik. Mən şəhid analarına səbir, yenə də diləyirəm. Analar, ana qəlbi övladı üçün, ana qəlbi nədir? Hamımızın valideynlərimiz də olub, dünyasını dəyişənlər Allah rəhmət eləsin, qalanlara sağ can versin. Övlad qayğısı, övlad diqqəti, övlada məhəbbət özümüzdə varsa, özgələrində özümüzdən artığını hiss eləməliyik. Bir daha sizə Allahdan şəhidlərimizə rəhmət diləyirəm, sizə səbr arzu edirəm və dediyim kimi bütün Sabirabadlılar üçün
dua yeri, bütün Sabirabadlılar üçün müqəddəs məkan şəhidlərimizin uyuduğu torpaqdır. Onların eyni zamanda da məzarları.